Quba şəhəri Nəriman Nərimanov küçəsi 75 ünvanında akvapark və onun ətrafında həmin mərkəzin olduğu inzibati binanın yaxınlığında obyektlər qanunsuz olaraq tikilib və hazırda da inşa edilməkdədir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 27 oktyabr 2023-cü il tarixli 0970 və 30 yanvar 2025-ci il tarixli 0067 nömrəli qərarları olmasına baxmayaraq ərazidəki sözgedən həmin tikililərin inşaatı yenə də davam etməkdədir. Dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, dövlətin bu istiqamətdə mövcud olan qanunları göz ardı edilərək tikinti işləri davam etdirilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin bütün tikinti tələblərinin pozulduğu bu tikililər həm də ehtiyat fondu təyinatlı torpaqlarda aparılır və təbii ki, bu tikililər barədə müvafiq icra hakimiyyəti orqanlarının razılığı və icazəsi də alınmayıb. Əldə etdiyimiz məlumata görə, tikinti işlərinin dayandırılması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən sifarişçi A&G Holding MMC-yə dəfələrlə rəsmi xəbərdarlıq edilib. Sözgedən bu MMC isə Milli Məclisin deputatı Əlibala Məhərrəmzadəyə məxsusdur. Daha doğrusu onun qardaşına. Sonuncu parlament seçkilərindən əvvəl Əlibala Məhərrəmzadə illərlə rəhbərlik etdiyi həmin MMC-nin rəhbərliyini öz qardaşına həvalə edib. Sözgedən qanunsuz tikililər barədə hüquq mühafizə orqanlarına da rəsmi müraciət olunub. A&G Holding MMC-nin Quba şəhəri ərazisində öz başınalıq etdiyi digər bir məkan isə Şahdağ otelidir. Quba şəhəri Əziz Əliyev küçəsində yerləşən bu otelə bitişik olan yol və səkilər qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icari hüququ olmadan öz başına olaraq zəbt edilib və orada qanunsuz tikinti quraşdırma işləri aparılıb. Ümumi istifadədə olan həmin ərazilər zəbt edildiyi üçün ərazidəki yollarda və yol ayrıclarında piyadaların və nəqliyyatın hərəkəti mümkünsüz hal alıb. Məsələ barədə mövqe öyrənmək üçün deputat Əlibala Məhərrəmzadənin köməkçisi Qalib Hidayətov ilə əlaqə saxladıq. O bu barədə məlumatsız olduğunu bildirərək bu məsələnin onun işinə heç bir aidiyyatı olmadığını da qeyd edib. Qubada və regionun digər rayonlarında son zamanlarda sökülən qanunsuz tikilləri çoxumuz görmüşük. Yəqin onların arasında əlbəttə ki, Əlibala Məhərrəmzadənin millət vəkili olduğu dairənin seçiciləri də az deyil deyə 7 Times saytında yayımlanan məlumatda qeyd olunur.